Cinsi fəaliyyətin zəifləməsi bu dəqiqə demokratik cəmiyyətimizin ən ağır problemlərindən biridir. Və cinsi fəaliyyətin zəifləməsinə qarşı münasibət tamamilə fərqli bir nöqtədə qurulmalıdır. Çünki cinsi fəaliyyətin zəifləməsi hansı səbəbdən yaran onu nəzərə almaq lazımdır. Cinsi fəaliyyətin yaranmasında nə olur? İnsan, şəxs öz istək və arzusunu həyata keçirə bilmir və yaxud da bunu keçirəndə çox əziyyət çəkir. Və bunu da xəstəlik kimi qəbul edir, onun psixolojisine mənfi təsir göstərir və bu xəstəlik insanları yorur və həmin insanlar cəmiyyətdən kənara qaçırlar, özlərini narahat hiss edirlər. Heç vaxt cinsi əlaqədə olmamışdan əvvəl beyinlərində 100 dənə problem yaşanır və həmin insanlar özləri görürkən məndə də alınmayacaq, vəziyyət çətindir və bu da ona ikinci bir təsir göstərir. Ona görə də cinsi zəiflik haqqında insanların maariflənməsi və bu məsələ haqqında onların geniş fikrə malik olması vacib bir məsələ sayılmalıdır. Niyə? Cinsi fəaliyyətin zəifləməsində yadınızda möhkəm saxlayın. Əsasən nə olur? Sinir sistemi iştirakı ilə endokrin sistemin təsiri altında ürək qan damar sistemində olan problemlərin olması və o problemin təsiri altında cinsi fəaliyyətin zəifləməsi meydana gəlir. Çünki cinsi orqana gələn qanın miqdarı nə qədər azalırsa, kavernada qanın dolması zəifləyirsə, o qədər də cinsi fəaliyyətin pozulması əlamətləri xəstələrdə özünü göstərir. Belə hallarda yadınızda möhkəm saxlayın. Əgər tutaq ki, xəstədə arterial təzyiq varsa və bu təzyiqin yaranması hesabına cinsi fəaliyyətin pozulması gedirsə, o təzyiqi müalicə etdirməsə, o təzyiqə qarşı müalicə aparılmasa, cinsi fəaliyyət bərpa olmayacaq. Çünki damarlarda baş verən problemlər, aterosklerozun yaranması, cinsi orqana gələn qan miqdarının azalması ilə özünü göstərir. Bundan əlavə, tutaq ki, xəstələrdə şəkərli diabet var. Şəkərli diabet olan insanlarda cinsi fəaliyyəti aradan qaldırmaq üçün nə qədər dərman verirsə vergilən, nə qədər ona kümesiyle bu alınmayacaq, mümkün deyil. Çünki şəkərli diabet maddələr maddəsinin pozulmasıdır, ürək qan damar sistemində fəaliyyətin pozulmasıdır, eyni zamanda damarda fəaliyyətin pozulmasıdır, aterosklerozun yaranmasıdır və bunun hesabına da damarların qanla dolması çətinləşir. Və qanın miqdarının azalması yenə cinsi fəaliyyətin azalmasına gətirib çıxaracaq. Ona görə də şəkərli diabetin müalicəsi aparılmadan, o aradan qaldırılmadan cinsi fəaliyyətin bərpasına nail ola bilməzsiniz. Bundan əlavə sinir sistemində elə xəstəliklər var ki, həmin xəstəliklər, ümumiyyətcə həmin xəstəliklərin sağalması və hesab edin. Sinir sistemində, ümumiyyətcə qabıqdan tutmuş, ta ki, axırıncı momentə qədər 14 dənə nöqtədən keçir. Bu fəaliyyətin bərpa olması üçün. Həmin 14 nöqtənin hər birində olan xəstəlik cinsi fəaliyyətin pozulmasını yaradır. Və buna ümumi universal bir dərman necə verə bilərsiniz? Mümkün deyil bunu vermək. Ona görə də nə ola bilər? İnsanları aldatmaq mümkün ola bilər, yalandan danışmaq mümkün ola bilər. Deməli, cinsi fəaliyyətin baş verməsi, cinsi fəaliyyətin özünü göstərməsi, xəstəlik yox, simptom kimi hesablanmalıdır. Cinsi fəaliyyətin pozulması insanın keçirdiyi bir status kimi, bir hakimi qəbul olmalıdır. Amma bunu yaradan səbəb aşkar olunmadan, ona qarşı müalicə tədbiri aparılmadan heç bir vaxt uğur əldə etmək mümkün deyil. Ona görə də cinsi fəaliyyətin pozulmasında xüsusi hallardan biri insanların keçirdiyi stres hallarının olmasıdır. Stresin baş verməsi cinsi fəaliyyətin pozulmasında ən mühüm faktorlardan biri sayılmalıdır. Niyə? Stres halında insanda böyrəkli vəzdə problem yaşanır və bunun hesabına kortizol miqdarı artır və kortizol miqdarının artması da insanın bütün orqan və sistemlərini sanki bloklayır, hamısının fəaliyyətini pozur. Və bunun hesabına həmin insanlarda cinsi fəaliyyətin alınmasında, cinsi fəaliyyətin icra olunmasında heç bir uğur əldə edə bilməsi gedir. Ona görə də stres hallarının keçirilməsi cinsi fəaliyyətin pozulmasında ən vacib xəstəliklərdən, ən vacib hallardan biri sayılmalıdır. Bütün bunlar nəyi göstərir? Stres halında dediyimiz kimi həm kortizol miqdarı artır, eyni zamanda vegetativ sistemdə çox böyük dəyişiklik gedir, tarazının pozulması gedir və bunun hesabına da fəaliyyət pozulur. Bəs biz cinsi fəaliyyətin pozulmasına nə etməliyik? Hansı yolu qəbul etməliyik? Hansı yolla getməliyik? Bunu ümumi ekranlarda satılan məhsullarla bərpa etmək mümkündürmü? Bu sualı biz özümüzə də verək, xəstələr gözlərinə versinlər. Çünki orada uğur əldə olma bilməz. Yadınızda möhkəm saxlayın. Əgər doğrudan da həmin məhsullarla cinsi fəaliyyəti bərpa etmək mümkün olsaydı, bu problem gəlib bu səviyyə çata bilməzdi. O ancaq nə edə bilər? O kimisə problem əldə edə bilər. Kimisə cibli problem əldə edə bilər. Xəstəliyi həll edə bilməz. Bundan əlavə, zərərli vərdişlərin olmasını mütləq nəzərə almalıdır. İnsanlarda əgər zərərli vərdişlər varsa,
Bunların da təsirində cinsi fəaliyyətə pozulması gedir.